Dairəvi yaşıl turizm, turizm sənayesinin gələcək inkişaf istiqamətlərini müəyyən edən ən aktual yanaşmalardan biridir. Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirə ölkələrində yaşıl turizm adlı beynəlxalq konferansda dedi. Onun sözlərinə görə müasir dövrdə turizm təkcə iqtisadi sektor deyil, həm də sosial rifahın, mədəni mübadilənin və ekoloji məsuliyyətin ayrılmaz hissəsinə çevrilib. Müasir dövrdə turizm təkcə iqtisadi sektor deyil, eyni zamanda sosial rifahın, mədəni mübadilənin və ekoloji məsuliyyətin ayrılmaz hissəsidir. Çünki artıq turizmdə uğur yalnız turist sayının artması ilə deyil, həm də yaradılan dəyərin necə paylandığı, təbiətə və icmalara təsir etdiyi ilə ölçülür. Dövlət Turizm Agentliyi və Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirənin katibliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ümumilikdə 17 üzv ölkənin nümayəndə heyəti iştirak etdi. Dövlət Turizm Agentliyinin şöbə müdürü Elgün Cavadovun sözlərinə görə konferansın məqsədi iştirak edən ölkələr arasında qarşılıqlı turizm üzrə əlaqələrin genişləndirilməsidir. Konferansın əsas məqsədi ümumiyyətlə həmin bu ölkələr arasında qarşılıqlı turizm üzrə fəaliyyətlərin genişləndirilməsi, həmin ölkələrin uğurlu dairəvi turizm, dairəvi iqtisadiyyat və onun turizmə tətbiqi ilə bağlı uğurlu təcrübələri ölkələr arasında paylaşmaq və ümumiyyətlə turizm əməkdaşlıqlarının artırılmasına xidmət edir. Bildiyiniz kimi turizm müxtəlif ölkələr arasında əsas ünsiyyət vasitəsi kimi daim diqqət mərkəzindədir və bugün həmin təşkilatlar arasında olan, ölkələr arasında olan münasibətlərin gücləndirilməsində də turizmin rolu bugün burada sübut olunur. Çıxış edən Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirənin baş katibi Kayrat Sarıbay Azərbaycanın dairəvi yaşıl turizmə dair təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirdi. Həmçinin bunun regionda dayanıqlı və ekoloji məsuliyyətli turizmin inkişafına töhfə verdiyini vurğuladı. We both agreed that the current geopolitical situation is not very much conducive. Hazırki geosiyasi vəziyyətin turizm üçün əlverişli olmadığı barədə həmrəyik. Lakin inanmıram ki, çox tərəfli təşkilatlar insanları bir araya gətirmək, geosiyasət və iqlim dəyişikliyi kimi qlobal çağırışların öhdəsindən gəlmək üçün daha çox iş görə bilər. Turizm sadəcə iqtisadi fəaliyyət deyil, həm də xalqlar arasında etimadın möhkəmləndirilməsi tədbiridir. Səyahət edən insanlar yeni mədəniyyətləri kəşf edir və planetimizin müxtəlifliyinə dəyər verməyə başlayır. Bununla belə, biz mütləq dayanıqlılığı qorumalı və ətraf mühitə həssas yanaşmalıyıq. Məhz buna görə Bakıdakı bu konferans çox vaxtında keçirilir. İnanıram ki, buradakı müzakirələr qarşılıqlı anlaşmanı gücləndirəcək, dövri turizmin rolunu aydınlaşdıracaq. Make your small input into the cultural rapprochement. Konferans çərçivəsində müzakirələrdə turizm kəndlərinin yaradılması, yerli təşəbbüslərə dəstək mexanizmləri və təbiət əsaslı turizm məhsullarına investisiyalar vasitəsilə yerli icmalar üçün yeni imkanların formalaşdırılması məsələləri müzakirə olundu.